Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Özümüzü allergiya zamanı necə qorumalıyıq? Sualın cavabını Səhiyyə rəsmiləri verib. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi Instagram səhifəsində bununla bağlı maarifləndirici video çarx paylaşılıb. Birlikdə izləyək. Mövsümi allergiyalardan qorunmaq üçün nələrə diqqət etməliyik? Bu sualla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rəsmi sosial şəbəkə hesabında video çarx paylaşıb. Mövsümi allergiyalardan qorunmaq üçün nələrə diqqət etməliyik? Allergiyaya səbəb olan maddədən uzaq olmaq, qidalanmaya diqqət etmək, küləkli havada gəzib evə döndükdən sonra üst geyimi dəyişmək və duş qəbul etmək. Yaz payız fəslində səhər saatlarında havada bitki tozcuqlarının çox olduğundan eynəklərdən istifadə etmək. Allergiyası olan insanlara evdə bitkiləri saxlamamaq. Qeyd edək ki, Nazirlik vətəndaşlara allergiya əlamətləri yarandıqda vaxtında tibbi yardıma müraciət etməyi tövsiyə edir. Heyvan kəsimi məntəqələrində qaydalar necə olmalıdır? Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Baxaq görək, bayramda sağlam qidalanmaq üçün və qurbanlarımızı sağlam kəsmək üçün nələr etməliyik? Heyvan kəsimi məntəqələrində qaydalar açıqlanıb. Heyvan kəsimi məntəqələrində baytarlıq sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. Bu qaydaların düzgün tətbiqi kəsim məntəqəsinin təhlükəsiz fəaliyyətini təmin edir. Qurban Bayramı ərəfəsində bu məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayıb. Kəsim məntəqəsində fasiləsiz su təminatı qurulmalıdır. İşçi heyəti xüsusi təmiz geyimlə, saç toru, xalat, kombinezon, önlük, rezin çəkmə, əlcək və sairə geyimlər olmalı. Əraziyə zərər vericilərin və digər heyvanların daxil olmasının qarşısı alınmalıdır. Həmçinin işçi heyət iş geyimində kəsim məntəqəsindən kənara çıxmamalıdır. Alətlər və ləvazimatlar mütəmadi təmizlənib dezinfeksiya edilməli. Tullantılar isə sanitariya gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır deyə məlumatda bildirilir. İyunun 1-dən etibarən ölkədə veyplər qadağan olunacaq. Bununla bağlı insanlar kütləvi surətdə birdəfəlik istifadə olunan veypləri almağa başlayıblar. Amma hadisə İngiltərədə baş verib. Bizdə hələ ki belə bir məlumat yoxdur. Məsələ burasındadır ki, hökumət iddia edir ki, bir dəfə istifadə edilən veyplər həddindən artıq çox tullantılara səbəb olub və bu da ölkəyə ziyan gətirir. Baxaq. Veyp aludəçiləri qadağa qüvvəyə minmədən çox sayda birdəfəlik buxarlı siqaret alır. İngiltərədə iyunun 1-dən etibarən bu cihazların satışı və alışı qeyri-qanuni olacaq. Yalnız təkrar istifadə edilə bilən, doldurulan cihazlar hələ ki qanuni sayılacaq. Hökumət birdəfəlik siqaretlərin təbiətə və ölkə iqtisadiyyatına zərər vurduğunu əsas gətirərək bu qanunu qəbul edib. Bundan əlavə veyp siqaretə daha sağlam alternativ hesab edilsə də, birdəfəlik olanlar meyvəli dadı, ucuz qiyməti ilə uşaqları və gəncləri cəlb edir deyə rəsmilər açıqlayır. Vape Club'ın sifarişi ilə keçirilən Census White sorğusu Böyük Britaniyada 2000 vaperdən gələn ay qadağanın tətbiqindən sonra vərdişlərinin necə dəyişəcəyini soruşub. 49% digər növ təkrar doldurulan cihazlara keçmək niyyətində olduqlarını, 16% isə siqareti tərk etməyi planladığını, 11% ehtiyat yığacaqlarını, veyplərin qanuni olaraq satıldığı ölkələrdən mal alıb gətirəcəyini, 18% isə siqaret çəkməyə qayıdacaqlarını deyib. Siqaret xəstələrin müalicəsi və dərmandan sonra özlərini necə aparmağı, onlara necə təsir etdiyini artıq onlayn şəkildə həkimlər nəzarət edə biləcəklər. İngiltərədə ilk dəfə bu təcrübə istifadə edilib. Detalları izləyək. Psixik xəstələr virtual palatalarda müalicə olunur. İngiltərənin xəstəxanası xəstəni virtual olaraq izləyərkən antipsixotik dərmanlarla müalicə edən ilk qurum olduğunu bəyan edib. Həkimləri 24 saat xəstənin vəziyyətini nəzarətdə saxlayır. Əgər bu ilkin layihə uğurla davam edərsə, daha çox pasiyent onlayn izləmə sisteminə daxil olunacaq və ehtiyac duyduqları yardım və dəstəyi ala biləcək deyə mütəxəssislər açıqlayıb. Virtual palatada kameralardan əlavə
geyilə bilən cihazlar kimi texnologiyalardan istifadə edilir. Sağlamlıq Fondu Xeyriyyə Təşkilatının açıqlamasında isə virtual palataların texnologiya ilə təchiz edilməyən ərazilərdə əlçatanlığın təmin edilməsinin çətinliyini vurğulayıb. Bundan əlavə bu cür palataların adilərindən 2 dəfə daha baha olduğuna diqqət çəkib. Müasir telefonlar, gadjetlər və ümumiyyətlə ekrana olan bütün texniki avadanlıqlar gözlərimizə necə təsir edir? Alimlər bunu detallı şəkildə araşdırıb və cavabları var. Biz isə öz növbəmizdə yerli mütəxəssis cərrah oftalmoloq Leyda Kazımovadan bu barədə təcrübəsini və indiyənə kimi gələn xəstələrin göz müşahidələrindən olan qənaətlərini soruşduq. Baxaq. Yeni aparılan elmi araşdırma uşaqların gündəlik texnologiya istifadəsinin göz sağlamlığına mənfi təsir edə biləcəyini ortaya qoyub. Araşdırma Scientific Report jurnalında dərc olunub. Yaponiyanın Tokyodakı ibtidai məktəblərindən birində keçirilən bu tədqiqatda ekran qarşısında keçirilən vaxtın və oxuma vərdişlərinin uşaqların göz quruluşundakı fərqlərlə əlaqəli olduğunu müəyyən edib. Alimlər gözün damar təbəqəsi olan xorioidiyanın qalınlığını ölçərək müxtəlif davranış faktorları ilə müqayisə edib. Nəticələrə görə kompüterdən uzun müddət istifadə edən uşaqlarda xorioidiyanın bəzi bölgələrində nazilmə müşahidə olunub. Əksinə, planşet, smartfon və oyun qurğularından istifadə bəzi hallarda damar təbəqəsinin qalınlaşması ilə əlaqələndirilib. Tədqiqat göstərib ki, uşaqlarda göz oxunun uzunluğu və refraksiya pozuntuları xorioidiyanın qalınlığı ilə əhəmiyyətli şəkildə əlaqəlidir. Bu amillər erkən yaşda başlayan və sürətlə inkişaf edən miopiyanın göstəricisi ola bilər. Yüksək miopiya isə gələcəkdə qlaukoma, retina qopması və miopik makulopatiya kimi ciddi göz xəstəlikləri ilə nəticələnə bilər. Araşdırma ilə bağlı cərrah oftalmoloq Leyda Kazımovaya müraciət etdik. Yerli mütəxəssisin cavabını təqdim edirik. Dərc olunmuş elmi məqalədə siz söylədiyiniz kimi xəriidəyə gözün damarlı qatın nazikləşməsi nə ilə müşahidə olunur? Bəli, uzağı pis görən insanlarda miopiya xəstəliyi ələxüsus da yüksələn, sürətlə inkişaf edən, yüksək dərəcəli miopiya xəstələrdə gözün damarlı qatı, xəriidəyə qatı çox nazik olur. Amma tam əksinə yaxını zəif görən insanlarda, bunlarda hipermetrop deyirlər, onlarda xəriidəyə qatı daha qalın olur. Əslində miopiya bir sıra gözün ön və arxa segmentində patologiya yarada bilər. Quruluq patologiyası, çünki insan diqqətlə bir mərkəzə baxır, müşahidə edir və göz qırpması müşahidə olunmur. Gözün ön qatının damarı olmadıqda göz yalnız yaş təbəqəsinin hesabına qidalanır. Bu da ki, əlbəttə göz qırpılmayanda, doğru bu görmə analizatorunun istifadə etməyəndə bu proses tamamilə pozulur və uşaqda quru göz sindromu da əmələ gəlir. Azərbaycanda endemik olan keratokonus xəstəliyi də əlavə olunur və burada üçüncülü və daha qorxunc miopiya xəstəliyi varsa, biz gələcəkdə dinamikada müşahidə etməliyik ki, qlaukoma göz təzyiq xəstəliyi də olmasın. Cərrah oftalmoloq Leyda Kazımova xəstəliyin qarşısını alma üsullarını da açıqlayıb. Miopiyanın qarşısını necə alaq, necə edək ki, bu xəstəliyə qalib gələ bilək? Əlbəttə ki, doğru olan limitli kompüter istifadəsi, dərs oxumaları, stolüstü oyunlar və əlbəttə ki, təmiz havada idmanla məşğul olan uşaqlarda bu xəstəliyin qarşısını ala bilirik. Medikamentoz müalicə də var. Uşaqlar yatanda 1 ay ərzində, 2 ay ərzində xüsusi bir preparat damlanılır və bununla da gözün əzələləri üzərində aparılan çalışmalar nəticə etibarilə miopiyanın qarşısını almaq olur. Və əlbəttə ki, gecə linzalar və gün ərzində taxılan eynəklər. Miopiyanın qarşısını almaq üçün uşaqlarda texnologiya istifadəsinə nəzarət edilməli, düzgün oxuma məsafəsinə əməl olunmalı və uşaqlar açıq havada daha çox vaxt keçirməlidirlər deyə cərrah fikrini tamamlayıb.
Pizza ətri stressi azaldırmış. Təsəvvür edirsiniz, yəni əsəbləşəndə ac olmasaz belə pizzanı sifariş edib onu qoxlaya bilərsiniz. Maraqlı xəbərdir. Yeni elmi araşdırmalara görə pizzanın ətri insanın emosional vəziyyətinə müsbət təsir göstərir. Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, təzə bişmiş pizzanın ətri insanlarda stressi azaldır və əhval-ruhiyyəni yaxşılaşdırır. Tədqiqat zamanı iştirakçıların ürək döyüntüsü, dərinin elektrik keçiriciliyi və biometrik göstəriciləri ölçülüb. Məlum olub ki, isti pendirli pizza ətrinə məruz qalmaq insanlarda sakitləşdirici fizioloji reaksiya yaradır. Alimlər bildirir ki, bu təsir sadəcə aclıq hissindən irəli gəlmir. Tanış və rahatlaşdırıcı qoxular insanın emosional vəziyyətinə birbaşa təsir göstərir. Bu isə bizim beynimizin emosiyalar və yaddaşla əlaqəli hissəsi olan limbik sistemlə əlaqəlidir. Həmçinin qoxu beyində serotonin və dopamin kimi xoşbəxtlik hormonlarının ifrazını stimullaşdırır. Qeyd edək ki, pizza yüksək kalori və yağ tərkibinə görə tez-tez istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də pizzanı vaxtaşırı istehlak etmək məsləhət görünür. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.